Xəbər axşam davam edir. Bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana səfər edib. Bu səfər təkcə protokol xarakteri daşımır, həm də iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayır. Bakı və Astana xətti artıq yalnız diplomatiya və siyasət deyil, enerji, nəqliyyat, rəqəmsal inteqrasiya və yaşıl iqtisadiyyat sahələrində də konkret nəticələr verən bir əməkdaşlıq konturuna çevrilib. 2024 və 2025-ci illərin göstəriciləri sübut eləyir ki, orta dəhliz tranzit və logistika baxımından Avrasiyada kritik rol oynayır. Tərəflər isə bir-birini tamamlayan layihələr və yeni yol xəritələri ilə gələcəyə hazırlaşırlar. Amma səfərin gündəliyi yalnız iqtisadi və siyasi məsələlərlə bitmir. Son illərdə ciddi narahatlıq doğuran məsələlərdən biri də Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalmasıdır. Bu problem təkcə biomüxtəlifliyə və ekosistemə təhlükə yaratmır, həm də liman, enerji və nəqliyyat infrastrukturuna da risklər formalaşdırır. Prezident İlham Əliyev də qeyd edir ki, bunun səbəbləri yalnız iqlim dəyişikliyi ilə bağlı deyil və yaranmış vəziyyətdə Xəzəryana ölkələr arasında sıx əməkdaşlıq, elmi proqramlar və koordinasiyalı tədbirlər olduqca vacibdir. Mütəxəssislər isə bildirirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması uzunmüddətli ekoloji və iqtisadi nəticələrə səbəb ola bilər və buna qarşı vahid strategiyanın hazırlanması, beynəlxalq maliyyə dəstəyi və elmi monitorinq əsas alətlərdən biridir. Bugünkü səfər həm strateji, həm iqtisadi, həm də ekoloji gündəlik baxımından əhəmiyyətli mesajlaşır. Azərbaycan və Qazaxıstan yalnız qardaş ölkələr yox, eyni zamanda Xəzər məkanının dayanıqlı inkişafı üçün birgə məsuliyyət daşıyan tərəfdaşlardır. Və elə müzakirəmiz də bununla bağlıdır. Qonaqlarımı təqdim etmək istəyirəm. Beynəlxalq münasibətlərin təhlil mərkəzinin nəzarətinin üzvü millət vəkili Gülşən Paşayeva, xoş gördük Gülşən xanım. Ətraf mühit üzrə ekspert və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən müəllim. Rövşən müəllim, xoş gördük sizi. Xoş gördük. Gülşən xanım, şöyle istəyirəm sizinlə başlayaq. Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı Azərbaycan və Qazaxıstan arasındakı strateji tərəfdaşlıq bugün konkret olaraq hansı iqtisadi və siyasi layihələri əhatə edir? Yaxşı sualdır. Ancaq biz ümumiyyətlə bu iki tərəfli münasibətlərin inkişafına fikir versək, hər iki dövlət bir-birini hələ 92-ci ilin avqustunda, yəni diplomatik münasibətlər məhz o dövrdən başlayır iki dövlət arasında və bu münasibətlər əlbəttə biz baxırıqsa 93-cü ildə Qazaxıstan Azərbaycandakı səfirliyinin açılması və 2004-cü ildə artıq Azərbaycanın Qazaxıstanda səfirliyinin açılmasından sonra get-gedə daha da inkişaf etməyə başlayır və bugün mənə elə gəlir biz əgər siyasi münasibətlərdən danışırıqsa, ilk növbədə burada əlbəttə ki, dövlət başçıları səviyyəsində siyasi dialoqun olduqca yüksək səviyyədə olduğunu qeyd etmək olar. Son 3 il ərzində özünüz də bilirsiniz ki, bu doğrudan da tamamilə gözəl bir nümunədir ki, hər iki dövlət başçısı, həm Azərbaycan lideri, həm də Qazaxıstan lideri bir-birinin dövlətlərində, Azərbaycan lideri Qazaxıstanda 7 dəfə, Qazaxıstan lideri isə Azərbaycanda 6 dəfə iştirak etmişdir. Belə götürsək 22-ci, 25-ci illər arasında. Yəni 3 il ərzində bu çox böyük və gözəl bir göstəricidir. Eyni zamanda bu siyasi münasibətlərin də get-gedə inkişaf etməsinə gətirib çıxarır. Eyni zamanda iqtisadi baxımdan da, biz götürsək iqtisadi və ticari baxımdan da münasibətlərin get-gedə dərinləşməsinə gətirib çıxarır. Deməli, burada bir məsələni mən xüsusi qeyd etmək istəyirəm. Çünki eyni zamanda bu il deməli, Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin haqqında deməli müqavilənin 20 illiyi qeyd edilir. Belə baxsaq, 2005-ci ildə imzalanmış həmin müqavilə bu il 25-ci ildə 20 il ərzində, yəni bu dövrdə çox böyük nəticələr əldə edilib. Yəni ona görə də biz baxırıqsa, bu münasibətlər bugünün ya 3 ilin, ya 5 ilin söhbəti deyil. Bu uzun bir müddət ərzində inkişaf edən və iki dövlət başçıları səviyyəsində aparılan bir məqsədyönlü bir siyasəti gözəl nümunəsidir. Ona görə əgər biz bu baxımdan baxırıqsa, bugün əgər hal-hazırda məhz sabah Qazaxıstanda baş tutacaq Ali Hökumətlər Arası Şuranın ikinci iclası, keçən il onun birinci iclası yadınızdadırsa Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana gəldiyi dövrdə baş verdi birinci iclas. Sabah ikinci iclas olacaq. Bu onu göstərir ki, artıq bugünkü münasibətlər daha da dərinləşir, daha da genişlənir bu baxımdan. Yəni bu 20 illik
gündelik götürdüyümüz bu münasibətlərin formalaşması dövrü artıq yeni bir istiqamətdə daha da genişlənən inkişaf edəcəkdir. Gülşən xanım, yenidən qayıdacağıq bu mövzuya. Rövşən müəllim, Prezident İlham Əliyev Qazaxıstana getməmişdən əvvəl Qazinform agentliyinə müsahibə vermişdi və o müsahibəsində təbii ki, bir çox məsələlərə toxunmuşdu. Nəqliyyat, logistika, iqtisadi əlaqələr və ən əsas da biraz əvvəl də qeyd elədim, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı və Prezident İlham Əliyev hər dəfəsində bunu vurğulayır ki, həm Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammitində vurğuladı, həm MDB sammitlərində vurğulayır, həm tək-və-tək görüşlərdə vurğulayır. Deyirlər ki, təkcə Azərbaycan bu məsələ ilə məşğul olmamalıdır. Xəzər dənizinin ətrafında hansı ölkələr varsa, onlar da bu məsələyə ən azı Azərbaycan qədər ciddi yanaşmalıdırlar. Gəl ümumiyyətlə başlayaq ki, bu Xəzər dənizində suyun səviyyəsi niyə düşür? Bunun əsas səbəbi nədir? Həqiqətən də mi təbiətlə bağlı bir şeydir? Yoxsa biz burada hansısa bir müdaxilənin şahidiyikmi? Yəni dünya təcrübəsində belə bir şeylər çünki var deyə mən bu sualı bu yöndə verirəm sizə. İlk növbədə onu deyim ki, artıq neçənci dəfədir ki, bu problem prezident tərəfindən müxtəlif görüşlərdə səsləndirilir və bu da problemin artıq xeyli ciddiləşməsinin təzahürüdür. Xəzər dənizinin qurumasına gəlincə, yəni səviyyəsinin artmasına gəlincə, bu təkcə bizim region üçün xarakterik bir hal deyil. Dünyanın bütün daxili göllərində eyni proses baş verir və bunun səbəbləri də demək olar ki, hamısı eynidir. Hər bir şeyi təbiətin üzərinə atmaqla əlbəttə ki, biz problemin həllini tapa bilməyəcəyik. Problemin kökü daha dərindir, daha çox istiqamətlidir və daha çox insan fəaliyyətinin yanlış deməli təzahürü nəticəsində baş verir. Yəni insan fəaliyyətlərinin yanlış olması nəticəsində. Bu nə ilə bağlıdır? Xəzər qapalı bir göldür. Necə ki Urmiya və Aral gölləri də qapalı göllər idi və onlar daha yoxdurlar. Onların qurmasına əsas səbəb bu göllərə gələn çayların suyunun tamamilə istifadə olunması olubdur. Xəzərdə də oxşar proseslər baş verir. Xəzərin bəxti bir balaca onda gətirib ki, həcmcə çox böyükdür. Bu proses daha ləng gedir və daha uzun müddət ərzində gedir. Amma bugün artıq prezidentin də dediyi kimi konkret fəaliyyətlər əldə olunmasa, proses davam edəcək və Xəzərin kiçilməsi baş verəcəkdir. Və bu kiçilmə, siz bayaq qeyd etdiyiniz kimi təkcə belə deyək, dənizin kiçilməsi deyil, ekosistemin kiçilməsi deyil, bu həm də Xəzər dənizi ətrafında yerləşən ölkələrin sahil xəttlərinin uzunluğunun azalmasıdır. Problem çox ciddidir. Bu problem niyə baş verir? Bu, ümumiyyətlə, belə deyək, elmi tədqiqatların dəhlizlərində 10 illərdir ki, müzakirə olan bir mövzudur və əvvəllər belə güman edilir ki, güya geoloji proseslər baş verir, Xəzərin dibinin qalxıb enməsi baş verir. Ona görə də bu neft çıxarılmasıyla da əlaqələndirirlər. Neft çıxarılması ilə əlaqələndiriləndə, amma mən buna rəğmən deyərdim ki, məsələn, Urmiya gölündə, Aral gölündə neft çıxarılırdı, bəlkə Çad gölündə neft çıxarılırdı, bəlkə Eir gölündə neft çıxarılırdı. Bu göllərin hamısı quruyubdur. Və biz Azərbaycanın 50-ci illər xəritəsinə baxsaq, Azərbaycan daxilində çoxlu göllər olubdur. Onların böyük əksəriyyəti bugün yoxdur. Və eyni proses nədən qaynaqlanır? Biz sudan aşırı istifadəyə başladıq. Ötən əsrin 70-ci illərin sonuna yaxın Xəzərin səviyyəsi kritik səviyyədə düşdü. Çünki Rusiya ərazisində çox böyük su anbarları tikildi. Bəli. Əlbəttə, Azərbaycanda da tikildi, amma miqyas baxımından Rusiya ərazisində tikilən bu su anbarları çox böyükdür. O su anbarları o qədər böyükdür ki, onları artıq dəniz adlandırırlar. Məsələn, Rыбинsk dənizi, Samara dənizi, ümumi sahəsi 30 min kvadrat kilometrə çatır ki, bu böyük bir, çox böyük bir ərazidir. Və bu, deməli, su anbarlarının doldurulması zamanı Xəzərin səviyyəsi kəskin sürətdə düşdü. Artıq su anbarları doldurulandan sonra Xəzərin səviyyəsində yeni bir artım baş verdi və bu artıq iqlim amillərinin təzahürüdür. Amma gözlənilirdi ki, bu düşmə davam edəcək. Bu düşmə davam edəcək və bu düşmə baş verdi. 1995-ci ildən bu günə qədər mütləq mənada Xəzərin səviyyəsi 3 metr aşağı düşmüşdü və bu 3 metr aşağı düşmə müxtəlif yerlərdə müxtəlif cürə. Məsələn, Sumqayıt şəhərinin sahillərində kilometrlərlə uzaqlaşma müşahidə olunur. Lənkəranda var. Qazaxıstan və Rusiya sahillərində elə ərazilər var ki, dənizin bu tərəfindən bir nəfər girib o biri tərəfindən çıxa bilər. Yəni dəniz dayazlaşıbdır. Dəniz həddən artıq dayazlaşıbdır. Və ötən il biz Milli Adaptasiya proqramını müzakirə edərkən biz müəyyən tövsiyələr hazırlayan zaman məlum oldu ki, çox ciddi problemlər var. Bizim gəmicilik sektorunda, bizim enerji sektorunda çox ciddi problemlər var və bu problemlər getdikcə artır.
Rusiyanın artıq belə deyək Xəzər dənizinə çıxışı çox məhdudlaşıbdır. Niyə? Volqa çayından Xəzərə gələn xüsusi bir kanal vardı. Bu sualtı bir kanal idi. Onu hər il dərinləşdirdilər. Və bugün artıq Rusiyanın Nazirlər Kabinetində belə bir müzakirə gedir ki, bəlkə bu kanalı daha dərinləşdirməyək. Çünki kanalın dərinləşdirilməsinə ayrılan vəsaitlər onun gəlirindən qat-qat çox olur. Məsələn, əlavə kanallar yaratmaq məsələsi varmı gündəmdə? Yəni, əgər yaradılsa kömək ola bilərmi? Əgər dəniz yoxdursa, bunu necə yaratmaq olar? Və yaxud dəniz çəkilir, əlavə kanalların yaradılması, belə də gəlir fayda təhlilinə əsaslansaq, bu iqtisadi baxımdan çox səmərəsiz bir şeyə çevrilir. Bu artıq, belə deyək, Volqa çayı ilə Xəzər dənizi arasında gəmiçilik əlaqələrində ciddi zərbə var. Dolayı yolla Azərbaycana və Qazaxıstana da bu təsir edir. Bəli, Rövşən müəllim, qayıdacağıq bu mövzuya və mən istəyirəm Gülşən xanımdan davam edelim. Gülşən xanım, ümumiyyətlə Xəzər dənizində suyun səviyyəsinin azalması regional siyasətə və Azərbaycan iqtisadiyyatına hansı təsirlər göstərir? Təbii ki, burada mənfi təsirlərdən söhbət gedir. Düzdür, bəzən deyirlər ki, suyun səviyyəsi arta da bilər, bundan daha böyük fəlakətlərə səbəb ola bilər, onda da regiona, iqtisadiyyata təsir göstərə bilər mənfi. Amma hazırda mövcud situasiyada biz azalmanın təsirlərindən danışırıq. Sizin fikrinizcə beynəlxalq münasibətlər baxımından, yəni ekoloji problemlərin həlli üçün hansı qanunvericilik və koordinasiyalı addımlar görülməlidir? Hansı təşəbbüslər görülməlidir? Mənə elə gəlir ki, cənab prezident də bunu bayaq qeyd elədi. Bizim deməli, belə baxanda biz əgər ümumiyyətlə baxırıqsa, bu qlobal problemdir. Və bu problem ancaq Azərbaycanın və ya Qazaxıstanın yox, bütün Xəzəryanı dövlətlərin ümumi bir baxışı olmalıdır və onlar birlikdə hansısa bir əməkdaşlıq, bu istiqamətdən əməkdaşlıq platforması fikirləşib bunun üzərində işləməlidirlər. Əlbəttə ki, burada müxtəlif səbəblər ola bilər və biz əgər fikirləşiriksə, bu səbəblərin aradan qaldırılması üçün hansısa bir müvafiq, bəlkə də yol xəritəsi çəkilməlidir. Çünki hər bir dövlət ayrılıqda bunu özü həll edə bilməz. Bu ümumi bir problemdir və burada bütün dövlətlər ortaq bir məsuliyyət daşıyırlar bu Xəzərin bu vəziyyətə düşməsində. Ona görə əgər biz deyiriksə Xəzər beşliyi, belə götürsək, 5 ölkə, bax bu Xəzər dənizinə görə məsuliyyət daşıyır. Ona görə də mənə elə cənab prezidentin də fikri o idi ki, bu bütün Xəzəryanı dövlətlərə müraciət edərək bu məsələni gündəmə çıxartmaq və burada ümumi bir baxış ortaya qoymaq ki, bunu yalnız ekoloji proses kimi yox, daha çox. Burada biz ümumi fikirləşməliyik ki, hansı birinci prioritetlər olmalıdır ki, o prioritetlər əsasında bu məsələni həll etmək lazımdır. Çünki məsələ var, ancaq onu müxtəlif cür biz, necə deyim, izah və ya şərh verə bilərik. Bunu deyə bilərik, bir tərəf deyir, iqlim dəyişikliyi baş verir, ona görə su azalır. O birisi tərəf hesab edir ki, bəlkə çayların ümumiyyətlə suyu azalır, ona görə get-gedə çaylar daha az ora su gətirir və dəniz get-gedə azalır. Kim bilir daha hansı səbəblər, mən ekoloq deyiləm, ona görə bu mənada heç nə deyə bilmərəm. Ancaq biz ümumi götürürdüksə, siyasi baxımdan ki, bütün o 5 ölkənin 5-inin də Xəzərlə bağlı, belə götürsək, həm resursları baxımından, çünki həm qaz, həm neft və s. başqa bu cür və eyni zamanda orada yaşayan balıqlar və s. diri konkret canlıları götürürdüksə, bütün bax bu canlılar da Xəzərin vacib ekosisteminin bir hissəsidir. Deyə bilərik ki, Gülşən xanım, hansısa ölkələr bunun marağında deyil, əksinə indiki vəziyyətin marağındadır. Yox, mənə elə gəlir ki, bəlkə kimsə tam mənada buna, necə deyim, diqqət vermək hesab edir ki, bu əsas onun üçün prioritet deyil. Axı, mən bayaq dedim, prioritetlər məsələsi olduqca vacibdir. Hər bir dövlət özünün qarşısına müəyyən prioritetlər qoyur. Məsələn, kimin hansısa bir dövlət üçün bu Xəzər dənizinin bugünkü problemi prioritet hesab olunmaya da bilər. Hansısa bir dövlət üçün mən nəzəri fikirləşirəm. İndi mən heç bir dövləti demirəm, kimsə buna necə baxır. Ancaq biz götürürüksə, əgər cənab prezidentin bu mənada fokusu bu məsələyə qoyması, bu onu göstərir ki, və doğrudan da bir neçə onun görüşlərində bu məsələ qoyulub ki, biz bu Xəzərlə bağlı ümumi bir baxış ortaya qoymalıyıq. Və burada birinci növbədə Xəzəryanı dövlətlər buna maraq göstərməlidir. Eyni zamanda digər ola bilsin ki, regional və qlobal aktorlar da burada maraqlı ola bilər. Məsələn, misal üçün sizə belə bir misal gətirək, nəzəri. Məsələn, siz yəqin bilirsiniz ki, bugün məsələn, eyni zamanda ayın 20-sində Lüksemburqda Avropa İttifaqının birbaşa deməli çərçivəsində həm Cənubi Qafqaz, həm Mərkəzi Asiya dövlətləri, həm də bir başqa dövlətlərin iştirakı ilə
Xarici İşlər Nazirləri səviyyəsində görüş keçirdi. Və bu saat Avropa İttifaqı çox maraqlıdır ki, bu regionda öz fəaliyyətini daha da artırsın. Hətta fikirləşirlər ki, şərq tərəfdaşlığı ideyalarını, onlar bax bu ideyalarla Cənubi Qafqaz və götürsək Mərkəzi Asiya dövlətlərini birləşdirməklə birbaşa söhbət əgər gedirsə, Transxəzər deməli nəqliyyat dəhlizindən, yəni orta dəhlizdən, deməli burada bu orta dəhliz istər-istəməz Xəzərdən keçir. Və burada müəyyən mənada maliyyə də lazımdır ki, bütün o prosesləri öyrənmək baxımından ki, nə baş verir burada, bugün, bu Xəzərdə baş verən problemlər və bunu necə həll eləmək olar. Müəyyən mənada bəlkə burada Avropa İttifaqının özü də götürülüksə nəzəri baxımdan bir regional aktor kimi kömək eləyə bilər ki, bax bu dənizin bugünkü vəziyyətində, əgər biz fikirləşiriksə ki, hansısa bir yolla bu proseslərə təsir etmək lazımdır və bəlkə də burada müəyyən maliyyə dəstəyi də ola bilər. Çünki əgər biz götürürüksə məhz deməli orta dəhlizdə söhbət keçirsin. Məhz o dəhliz deməli Çindən keçərək Mərkəzi Asiyadan, Xəzər dənizindən keçərək Cənubi Qafqaza və Avropaya gedir. Ona görə bir ideya kimi məsələn fikirləşmək olar ki, bu mənada bu dənizin də problemini bu kontekstdə kimsə oturub ən azı araşdıra bilər ki, bu dənizin problemi nədən ibarət. Və burada həm yenə deyirəm, Xəzəryanlı dövlətlər birinci növbədə burada maraqlıdırlar ki, bu proseslər davam eləməsin və ən azı o prosesi dayandırsınlar. Yəni bu Xəzərin suyunun azalması proseslərində hansısa bir mexanizm tapılsın ki, ən azı onun bugünkü səviyyəsindən daha da onun pisləşməsi baş verməsin. Ən azı dayandırılsın proses. Bu baxımdan mənə elə gəlir ki, burada birinci mənə elə gəlir ki, nəzəri bir tədqiqat aparılmalıdır ki, bu səbəblər müəyyənləşdirilsin. Ondan sonra müvafiq bütün maraqlı tərəflər ortaya gəlməlidirlər. Müəyyən ola bilsin maliyyə resursları lazımdır ki, bu proseslərə təsir edilsin və eyni zamanda müəyyən ola bilsin ki, həm regional, həm də qlobal aktorlar da burada öz töhfəsini verə bilərlər. Çox təşəkkür edirəm ətraflı izahınıza görə Gülşən xanım. Rövşən müəllim, bizim bir qrafikamız da var, elə keçmişdə baş verənlərlə bağlı. Mən xahiş edəcəm o qrafikanı da efirə versinlər və deməli orada müəyyən vaxtlarda Xəzər dənizində suyun səviyyəsinin artması və azalması nəzərə çarpır. Deməli, Xəzər dənizinin su səviyyəsinin azalması biz təbii ki, müxtəlif mənbələrdən götürmüşük bunu və yuvarlaqlaşdırmışıq bəzi rəqəmləri. 1995 və 2025-ci illər arasında su səviyyəsi ümumilikdə 2,5 metr azalıb. Son 4 ildə su səviyyəsi 96 sm azalıb və 2024-cü ildə Xəzərin su səviyyəsi 29 metrə düşüb. Bu da tarixi ən aşağı səviyyədir. Və ən yüksək və ən aşağı səviyyələr var. Ən yüksək səviyyə 1978-ci ildə 28 metr aşağıda olub və ən aşağı səviyyə isə bu 29 metrdir. Və gələcək proqnozlar da verir beynəlxalq ekspertlər, xüsusilə Avropa ekspertləri, biraz əvvəl Gülşən xanım da vurğuladı. 2100-cü ilə qədər su səviyyəsinin 9-18 metr azalması proqnozlaşdırılır və bu da Xəzərin sahəsinin təxminən 37% azalmasına səbəb ola bilər. Və 2020-2025-ci illər arasında su səviyyəsi ildə təxminən 7 sm azalıb. Mən bir sual vermək istəyirəm sizə, bir ekoloq olaraq. Bu Xəzər dənizində suyun səviyyəsi müxtəlif vaxtlarda biz eşidirik də. Bizim ulubabalarımız, onlar öz ulubabalarından eşidiblər, onlar öz ulubabalarından eşidiblər ki, Qız qalasının yuxarısına qədər qalxıb, daha sonra deyiblər ki, tamamilə arxaya çəkilib, daha sonra yenidən gəlib. Təbii ki, indi müasir dövrü deyildi və indiki innovasiyalar o vaxtki kimi əlçatan deyildi. Bəs hansı üsullardan istifadə olunurdu? Sonuncu belə bir situasiya varmı ümumiyyətlə tarixdə? Xəzərin səviyyəsi bu vaxta qədər indikindən də daha pis vəziyyətdə, daha pis şəraitdə geri çəkilibmi ki, artıq ondan sonra hansısa bir mexanizm tətbiq olunub? Yoxsa bu ilk dəfədir ki, ona görə insanlar çaşbaş qalıblar? Əvvəla onu deyim ki, Xəzər qapalı göl olduğu üçün onun səviyyəsinin qalxıb enməsi təbii halda belə normal bir şeydir. Yəni, qapalı göldə səviyyə heç vaxt eyni ola bilməz. Çünki gölə daxil olan çaylar, gölə su götürən çayların suyu müəyyən dövrlər üzrə artıb azalır. Və bu da normal bir şeydir. İldaxili səviyyə tərəddüdü var və çoxillik səviyyə tərəddüdü var. Bu səviyyə tərəddüdləri baş verdikdə səviyyənin həm qalxması, həm də enməsi baş verir. Amma son təxminən 100 ildəki qalxıb enmələr birbaşa antropogen fəaliyyətlərlə bağlana bilər. Mən bayaq o nəhəng su anbarlarını dedim, onların doldurulması üçün deməli bəndlər tikildi və uzun müddət ərzində onların qarşısı kəsildi və aşağıya su getmədi. Məsələn, bizim Mingəçevir su anbarını götürsək, 1949-53-cü illərdə demək olar ki, aşağı
BF-ə, yəni bənddən aşağıya çox az miqdarda su gedibdi və bu iri miqyasda Rusiya ərazisində baş veribdi. Və elmi tədqiqatlar da onu göstərir ki, bugünkü deməli səviyyə azalmaları birbaşa insan amilləri ilə daha çox bağlıdır. Bunlar hansılardır bu insan amilləri? Birincisi dolayı insan amillərinə biz iqlim dəyişmələrini aid edirik ki, atmosferdə istixana qazlarının artması nəticəsində temperaturu yüksəlir və Xəzər dənizindən buxarlanma artır. Ümumi hövzadan buxarlanma artır. Bu da ona gətirib çıxarır ki, həm çayların suyu azalır, həm də dənizdə su azalır. İkinci bir deməli faktor isə əlbəttə ki, su anbarlarıdır. Mən bayaq bir neçəsinin adını çəkdim. Hətta Sərsəng su anbarında suyun səviyyəsinin azalmasının bir şahidi oluruq. Bəli. Bu artıq iqlim dəyişmələrinin təsiridir. İkinci bir təsir isə əlbəttə onunla əlaqədardır ki, bəndlər tikilibdir və ərazidə uzun müddətli bir proses gedib, uyğunlaşma prosesi. Bu bəndlərə uyğunlaşma. Məsələn, biz Samara su anbarını götürsək və ya Rubinsk su anbarını götürsək, ətraf ərazilərdə yaşayan insanlar artıq ona bir dəniz kimi baxır. Balıq saxlayırlar, gəlirlər əldə edirlər. Onların həyatı artıq o eyni hal Azərbaycanda da. Məsələn, Mingəçevir və onun ətrafında Sərsəng su anbarı, Bərdə rayonu, deyək ki, Tərtər rayonları bu su anbarından asılıdır. Yəni bizim kənd təsərrüfatı infrastrukturu, iqtisadiyyatımız artıq bu vəziyyətdə tamamilə uyğunlaşıbdır. Bəs nə baş veribdir? Həm də suya olan tələbatın artması. Birincisi, əhali sayı artır. Ərzağa tələbat artır. Məsələn, biz Azərbaycanda suvarlı əraziləri götürsək, təxminən 2 dəfə artıbdır. Bu son 20 ildə. Bu çox böyük rəqəmdir və hər bir əkilən əraziyə su lazımdır. Rusiyanın Həştərxan vilayətində çox iri miqyasda deməli su götürmələri baş verir. Volqaqrad və ondan yuxarıda Tataristan, Moskva şəhəri məsələn bütövlükdə Xəzər hövzəsində yerləşibdir. Yəni biz dənizə çıxış olmayan ölkələr necə? Onların belə bir problemi olmur. Təbii ki, siz suya tələbat artır deyirsiniz. Hər şey uyğunlaşmadan asılı. Məsələn, Monqolistanın dənizə heç bir çıxışı yoxdur. Onlar bunu bilirlər və uzun müddətli dövr ərzində həm cəmiyyət, həm iqtisadiyyat, həm də kənd təsərrüfatı buna uyğunlaşıbdır. Məsələn, Monqolistanda belə deyək, ənənəvi kənd təsərrüfatı, qoyunçuluq, atçılıq geniş yayılıb ki, ondan ötürü su lazım deyil. Orada əkin sahələri o qədər də geniş deyil. Təbii ki, detallara varanda daha çox dərinə gedirik. Məsələn, mən yaxın şərqdə bir əməliyyat gedir də, biz hamımız buna bələdiyik və Aralıq dənizinin sahillərində daha çox Qəzzada gedən əməliyyatlar o dənizə də təsir edir. Və bəzi ekspertlər bildirirlər ki, Aralıq dənizində atılan, məsələn, raketlərin əksəriyyəti gedir o dənizin içinə düşür və hətta dünən Türkiyənin televiziyalarının birində ekspert bildirdi ki, Xəzər dənizindən bağlı mövzuda ki, Aralıq dənizində belə 1% də olsun Xəzərdəki kimi azalma müşahidə olunmayıb. Hansı ki, o daha çox təhlükənin içərisindədir. Bunu necə izah edə bilərsiniz? Yəni, orada hərbi əməliyyatlar gedir, amma o heç bir təsiri yoxdur. Amma Xəzər dənizi sabit bir dənizdir. Amma burada niyə bəs belə bir proseslər var? Aralıq dənizi okeanın bir hissəsidir. Təbii. Ora Amazon tökülür, Kongo tökülür, Nil tökülür, böyük çaylar tökülür. Aralıq dənizi qlobal dünya okeanının bir hissəsi üçün onun səviyyəsində əksinə artım müşahidə olunmalıdır. Çünki su gəlir deyə. Su gəlir. Çünki iqlim dəyişmələri nəticəsində həm də Antarktidada olan buzlaqlar əriyir və bu qlobal bir şəkildə okeanın səviyyəsini qaldırır. Yəni Aralıq dənizinin də səviyyəsində artım var əksinə. Xəzər isə qapalı hövzədir. Bayaq biz rəqəmləri dedik. Xəzərin səviyyəsi dünya okeanının səviyyəsindən ortalama 27-28 metr aşağıdır. Biz burada dünya okeanının səviyyəsindən aşağıdayıq. Yəni biz 29 metr deyəndə mənfi 29 metri nəzərdə tuturuq ki, hal-hazırda bu kritik həddə yaxınlaşıbdır. Xəzərin səviyyəsinin azalması məhz onun daxili hövzədə yerləşməsidir ki, onun su balansı, onun səviyyəsi Xəzərə tökülən çayların suyundan çox asılıdır və bu çayların suyu suvarmaya, digər məqsədlərə sərf olunur. Necə ki, Aral dənizi niyə qurudu? Tamamilə qurudu o dəniz. Çünki Amudərya və Sırdərya çaylarının sularının qarşısını kəsdilər. Kənd təsərrüfatına, pambıqçılığa, Türkmənistan, Özbəkistan, qismən Qazaxıstanda bəzi yerlərdə sərf etdilər və belə deyək, dəniz, yəni o nəhəng bir dəniz, Aral dənizi susuz qaldı. Yəni gəlir hissə yoxa çıxdı və o sürətlə qurumağa başladı. Bugün məsələn orada çox kritik bir dövr. Hətta Türkmənistan özünü yeni bir, yəni Arala su vermək əvəzinə özünü yeni bir süni dənizini yaradıbdı. Və Altın Əsir dənizi suyu ora yığır. Yəni ölkələr su uğrunda çox gərgin mübarizəyə gedirlər və bu mübarizə
hələlik çox sakitdir. Açıq konflikt fazasına keçmir. Gülşən xanım, biraz əvvəl siz Avropa məsələsindən danışdınız və elə mənim sualım da onunla bağlı idi. Orta dəhlizin tranzit funksiyası və ticarət dövriyyəsi barədə son göstəriciləri əslində kifayət qədər müsbət haldır və bu layihələr Azərbaycanın beynəlxalq ticarət mövqeyini necə gücləndirə bilər və hara fırlatsaq da təbii ki, yenə də Xəzərin üstünə gəlir, dayanır bu dəhliz məsələsi və bir neçə gün bundan öncə Azərbaycan, Rusiya və İran üçtərəfli görüşlə baş tutmuşdu. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı və bu dəhlizlərin artıq hardasa toqquşması mı deyim, uyğunlaşması mı deyim, yenə də bu Xəzər məsələsini gündəmə gətirə bilərmi? Yaxşı sualdır. Ancaq biz sizinlə ümumiyyətlə burada iki məsələni gəlin qarışdırmayaq. Deməli, bir məsələ odur ki, Xəzərlə bağlı problematika, bu özünə görə vacib problematikadır. Onu biz sizinlə indi müzakirə edirik. Eyni zamanda biz götürürüksə ümumiyyətlə deməli orta dəhlizi. Orta dəhliz mənə elə gəlir gələcəyə elə bir ki, yönələn çox vacib bir layihədir. Belə götürməliyik. Çünki bu hələ ki, yenə də deyirəm, bu ona görə baş verir ki, bugünkü reallıqda və o qədər çox maraq ona görə var ki, həm yuxarıda gedən müharibə, belə baxsaq bizdən yuxarıda, həm də aşağıda gedən müharibələr bugün həmin orta dəhlizin doğrudan da aktuallığını 100 bəlkə də qaldırıb və maraq da böyükdür. Və indi biz əgər sizinlə fikirləşiriksə ki, əlbəttə heç kim bilməzdi ki, vəziyyət bu vəziyyətə gəlib çıxacaq əgər Azərbaycan vaxtilə çox dəqiq şəkildə özünün infrastruktur layihələrini həyata keçirtməsiydi. Vaxtilə Bakı-Tbilisi-Qars kimi dəmir yolunu tikməsiydi və 17-ci ildə onu artıq başlamasıydı fəaliyyətini. Yəni o vaxt heç kim bəlkə də tam anlaya bilmirdi ki, o dəmir yolunu tikən və bizim birinci növbədə Azərbaycanın maliyyəsi və Türkiyədə müəyyən mənada təsir edir. Gürcüstana da biz kömək elədik. O dəmir yolunun tikilməsi belə baxanda nə dərəcədə bugün strateji rol oynayır. Çünki bugünkü orta dəhlizdə o məhz Bakı-Tbilisi-Qars dəmir yolu bu saat hal-hazırda o orta dəhlizin fəaliyyətini reallaşdırır. Və biz deyəndə daşımalar və s. bugünkü reallıqda məhz həmin dəhlizlə, yəni dəhlizin məhz o Gürcüstandan keçən hissəsi ilə bu saat bütün o yüklər daşınır, düzdürmü? Və bu baxımdan biz əgər gələcəyə baxırıqsa, bu dəhlizin diversifikasiyası da bu saat olduqca vacibdir. Və siz onu gözəl bilirsiniz ki, ikinci istiqamət kimi Zəngəzur dəhlizi götürülür və üçüncü istiqamət kimi Araz dəhlizi götürülür. Və bütün bu dəhlizlərin üçü də diversifikasiyası sonunda ümumiyyətlə orta dəhlizin gələcək 5-10 il ərzində olduqca vacib bir, necə deyim, nəqliyyat arteriyasına çevrilməsinə gətirib çıxardacaq. Bu, bir tərəfdən mənə 90-cı illərdə Qərbdə və Amerikada da hətta inana bilməyən, mən yadımdadır ki, o vaxt mən ABŞ-daydım və heç kim inanmırdı ki, Bakı-Tbilisi-Ceyhan kimi neft kəməri tikilə bilər. Heç kim ona inanmırdı. Mənə əgər bugünkü orta dəhliz də o dövrü xatırladır. Yəni, biz bugünkü reallıqda orta dəhlizin bu saat bu qədər marağın olması onu göstərir ki, İstər-istəməz düzdür, bu bir tərəfdən situativ bir vəziyyət nəticəsində bura belə bir maraq artdı, ancaq onun bazası daha əvvəl qoyulmuşdu, mən bayaq dediyim kimi. Yəni, məhz bir tərəfdən infrastruktur layihələrinin, yolların Azərbaycanda, məhz Bakı portunun, limanın yaradılması, belə götürsək, beynəlxalq bir alətdəki limanın yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi. Bütün bu məsələlər olduqca vacib infrastrukturun inkişafı ilə bağlı layihələr idi. Və elə bir ki, biz onu əvvəlcədən bilirdik ki, belə bir vəziyyət olacaq. Yəni, siz fikirləşirsiniz ki, əvvəlcədən biz bilirdik ki, həqiqətən də bizim su ilə bağlı problemimiz yaransa, bizim qurumuz var, quru yollarımız var. Yəni, bunu belə deyə bilərik mi? Əlbəttə, nə üçün də yox. Mən başa düşürəm, biz bunu həm su, həm quru, bütün bu elementləri birləşdirə bilərik. Ancaq mənə elə gəlir ki, burada ən vacib məsələ istənilən deməli məsələni ortaya qoyanda sən ən azı evdə bir hazırlıq işi görməlisən. Elə bir ki, biz öz ev hazırlıq işimizi görmüşdük və bugün baş verəndə bu proseslər yuxarıda və aşağıda müharibə və s. bizdə artıq o infrastruktur layihələr artıq reallaşmışdı. İndi ona görə də bu saat nə baş verir? Bu saat həmin o bazanın əsasında onun daha da təkmilləşdirilməsi gedir. Çünki bir tərəfdən artıq Mərkəzi Asiya ölkələri vaxtilə şimal nəqliyyat dəhlizləri ilə istifadə edirdisə, bugün o artıq mümkün deyil. Onlar özləri maraqlanırlar ki, bu saat onlar məhz orta dəhlizlə Avropaya çıxmaq istəyirlər. Çünki onlar da bir tərəfdən Rusiya və Çin arasında qalıblar və onlara Avropaya çıxmaq çox böyük onların marağındadır. Eyni zamanda Avropada
o əraziyə, yəni məhz Mərkəzi Asiya dövlətlərinə, yadınızdadırsa bu yaxında onların böyük bir apreldə ilk görüşü oldu Mərkəzi Asiya və Avropa İttifaqı arasında. Hətta onlar yadınızdadır 12 milyard avro hazırdılar verməyə onlara o Global Gateway layihəsi çərçivəsində. Bu 14 milyon dollar, ABŞ dolları eləyir ki, onlar o məhz infrastrukturun orada tikilməsində çox maraqlıdırlar. Və bu layihədir. Bəli, həmin o layihə həmsə orta dəhlizin bir hissəsidir, belə götürsək. Yəni 24-cü ildə Avropa İttifaqı 10 milyon avro artıq ayırmışdı orta dəhlizə. Bu il həmin o 12 milyon avronun içində 3 milyon artıq yenə də orta dəhlizə onlar istəyirlər ayırmaq. Yəni bu nəyi göstərir? Bütün maraqlı tərəflərin, bir tərəfdən Çin də öz marağı var orada. Təbii. Bu mənada orta dəhliz ona görə də olduqca aktual bir bugünkü bir çox maraqlı bir imkandır ki, mənə elə gəlir Azərbaycan da bu mənada mənə elə gəlir bax bu həm Mərkəzi Asiya ölkələrinin və eyni zamanda Cənubi Qafqazın Türkiyə vasitəsilə Avropaya çıxması üçün olduqca vacib bir, necə deyim, strateji nöqtə rolunu oynayır. Nöqtə də bəlkə də yox. Bu İngiliscə crossroad. Crossroad biz onu necə adlandıraq Azərbaycan? Kəsişməsini adlandıraq. Bilmirəm. Axır ki, bax belə mən görürəm bunu. Çox təşəkkür edirəm. Çox gözəl izah verirsiniz Gülşən xanım. Sağ olun. Rövşən müəllim, Gülşən xanım izah eləyir. Əslində Azərbaycanın coğrafi mövqeyi, Azərbaycanın yerləşdiyi ərazi və buna əlavə eləyirəm Xəzər dənizi məsələsini o qədər əlverişli və iqtisadi baxımından o qədər gəlirli bir yerdir ki, təbii ki, bütün xırda problemlər, böyük problemlərin hamısı əslində həll olunmalıdır ki, Azərbaycan istədiyi hər şeyin nail olsun. Təbii ki, bir ölkənin inkişafı üçün iqtisadiyyat əsas amildir. İqtisadiyyat çox vacib amildir. Azərbaycan iqtisadiyyatını İnkişaf etdirdikdən sonra torpaqlarını işğaldan azad elədi, ərazi bütövlüyünü, suverenliyini bərpa elədi və indi hazırda Yaxın Şərq sülh sammitində biz iştirak edirik, Avropa Siyasi Birliyinin sammitində iştirak edirik və artıq Azərbaycan Xəzər dənizinə bağlı həyəcan təbili çalır. Gəlin sizə mən belə bir sual verim. Bütün bu problemlərin qarşısını almaq üçün biz hansı uzun müddətli bir strateji addım ata bilərik? Nə edə bilərik ki, bu problemlə 5 ildən sonra bir də bax bu studiyada bunu müzakirə etməyək? Belə bir problemimiz olmaz. Çox gözəl sual verdiniz və Gülşən xanım artıq biraz bizi qabaqladı öz fikirləri ilə, öz dəyərli fikirləri ilə. Əslində bu istiqamətdə çox ciddi işlər gedir son illər. Həm Xəzərin səviyyəsinin tərəddüdünə uyğunlaşma baxımından, həm infrastrukturun yenilənməsi və bu dəyişikliklərə hazır olması baxımından. Bayaq bizim hörmətli Gülşən xanım bir hazırlıq prosesindən danışdı. Bu bizim Milli Adaptasiya Proqramının çox böyük tərkib hissəsidir. Yəni Azərbaycan özünün Milli Adaptasiya Proqramının ilkin variantını artıq elan etmişdi və burada həm sudan istifadə, həm kənd təsərrüfatı məsələləri, həm də Xəzər dənizinin səviyyəsi əsas prioritet istiqamətlər kimi səsləndirilibdir. Bəli, Xəzərin səviyyəsi azalır. Biz bir millət olaraq buna qarşı gedirik. Biz uyğunlaşma prosesindəyik. Biz gözləyirik ki, Xəzər tamamilə yox ola bilər. Yəni Azərbaycan bir millət olaraq, bir dövlət olaraq. Bu təhlükə varmı hazırda? Bu təhlükə var. Yəni tamamilə olmasa da çox ciddi təhlükələr var. Buna doğru gedirik. Bəli, buna doğru gedirik. Amma biz özümüzün milli uyğunlaşma proqramı vasitəsilə görün nələr edirik. Birincisi, kənd təsərrüfatı sektorunda quraqlığa davamlı bitkilərin yetişdirilməsi üzrə Azərbaycanda çox ciddi işlər gedir. Bu nə ilə əlaqədardır? Gələcək su qıtlığına yönəlmiş bir istiqamət. İkincisi, su sektorunda nələr baş verir? Su sektorunda ənənəvi suvarma üsullarından müasir texnologiyalara keçid və bu istiqamətdə çoxlu təşviq fəaliyyətləri var. Fermerlər təşviq olunur. Məsələn, əgər bir fermer, əgər o suvarma texnologiyalarını almaq istəyirsə, onun 30-40%-ə qədərini dövlət özü verir. Həmin o texnologiyaların ödənişini dövlət özü verir və fermerdə bir təşəbbüs yaradır ki, buna qarşı getsin. Üçüncü bir tərəfdən beton kanallar yenilənir hamısı, torpaq kanallar, beton kanallarla əvəz olunur, paylayıcılar yenidən qurulur, su anbarlarından su götürmə qurğuları hamısı yenilənir, alternativ su mənbələrinə keçid baş verir. Yəni biz təkcə belə deyək, ənənəvi su mənbələrindən yox, həm də elə Xəzər dənizinin suyundan istifadə edəcəyik. Əlbəttə ki, burada bəzən belə məsələlər gəlir ki, Xəzərin səviyyəsi azalır. Bəs necə olacaq? Biz Bakının gələcəyini Xəzərin suyuna
etibar edə bilərikmi? Tamamilə edə bilər. Yəni içməli su kimi götürülən su çox kiçik bir miqdardadır və bu Xəzərin səviyyəsinə heç də kənd təsərrüfatı qədər təsir etmir. Digər bir tərəfdən Bakıda istifadə olunan suyun təxminən 96-97% çirkəb su kimi evlərdən, müəssisələrdən çıxır. Bu su təmizlənərək yenidən Xəzər dənizinə axıdıla bilər. Bu da bizim əsas prioritetlərdən biridir. Yəni alternativ su mənbələrindən istifadə, kənd təsərrüfatı, yeni yolların çəkilişi, biz uyğunlaşma aparırıq. Yeganə məsələlər var, əlbəttə ki, bu Xəzərin deməli faunasıdır, ekosistem kimi mövcudluğunun təhlükə altında qalmasıdır və çox təəssüf ki, burada artıq biz təkcə Azərbaycanın fəaliyyətindən danışmırıq. Bayaq mən qeyd etdim, Xəzərin sularının 80%-dən çoxu Volqa vasitəsilə gəlir. Burada Rusiyanın iştirakı mütləq lazımdır. Amma necə? Onlar özləri də başa düşməlidirlər. Özləri üçün onlar prioritet olmalıdır ki, Hələ ki saymırlar. Bu proses belə gedə bilməz. Yəni bizim də belə deyək, Azərbaycanla, İranla, Qazaxıstanla dəniz əlaqələrimiz artıq kəsilməkdədir. Yəni çıxışımız yoxdur. Bu onların mütləq bir şəkildə təsir edir. Məsələn, Rusiyanın iqtisadiyyatının böyük hissəsini ənənəvi olaraq balıqçılıq təşkil edib. Bu gün o tədricən yoxa çıxmaqdadır. Xəzər dənizi dünyanın nərə balıqlarının 90%-ni verirdi. Qara kür istehsalının 90%-ə qədəri Xəzər hövzəsində idi. Amma bu gün bunlar yoxdur. Ona görə də bütün ölkələr bir araya gəlməlidir və Azərbaycan prezidentinin çağırışlarına qoşulmalıdırlar. Mütləq bir şəkildə də bunu edəcəklər və Xəzər hövzə adaptasiya planı işlənilməlidir. Bu adaptasiya planı az-sulu iqtisadiyyata əsaslanmalıdır. Necə ki, bunu Azərbaycan edir, qoy Azərbaycandan nümunə götürsünlər. Bu, kənd təsərrüfatında əhəmiyyətli dəyişiklikləri gətirib çıxarılmalıdır. Bu, içməli su sektorunda su itkilərinin azaldılmasına yönəlməlidir. Bu, dəniz-çay əlaqələrinin bərpa olunmasına, kürü-töhmə yerlərinin bərpa olunmasına yönəldilməlidir və yeni bir dayanıqlı inkişaf modelinə çevrilməlidir. Çox sağ olun. Gülşən xanım, ümumiyyətlə Azərbaycan 2024-cü noyabr ayında çox vacib bir tədbir hesab elədi COP29-a və növbəti ildə də biz Milli Şəhərsalma Forumuna hesab eləyəcəyik. Və biz iki çox vacib bir layihənin ortasında bugün Xəzər dənizinin problemini müzakirə edirik. COP29 Milli Şəhərsalma Forumu və Xəzər dənizinin indiki vəziyyəti. Beynəlxalq münasibətlərdə əslində belə bir nümunə mənim yadımda qalıb universitet vaxtından. 1979-cu il idi, səhv eləmirəmsə, Türkiyə Avroviziya mahnı müsabiqəsinə qatılanda məşhur müğənnilərindən Ajda Pekkan siyasi bir mesaj ötürmək üçün Petrol mahnısını ifa eləmişdir Avroviziya mahnı müsabiqəsində. Və əgər biz bugün ancaq Xəzər dənizindəki bu vəziyyəti ali rəhbərliyin və digər dövlətlərin ali rəhbərlərinin fikirlərinə buraxsaq, onların edəcəyi tədbirlərə buraxsaq və bir vətəndaş olaraq, bir hansısa ekoloq olaraq, siyasətçi olaraq, millət vəkili olaraq, jurnalist olaraq, polis olaraq yanaşmasaq bu məsələyə, bu bizi daha da təhlükəli bir yerə aparacaq. Bəs biz bu nə etməliyik ki, ancaq yəni oturub gözləməyək də dövlət başçısına fikirləşəcək. Yəni vətəndaş olaraq biz nə etməliyik? Buna bağlı nə deyə bilərsiniz? Yaxşı sualdır. Mənə elə gəlir ki, ən azı birinci maarifləndirmək lazımdır əhalini ki, əhali bir başa düşsün ki, bu Xəzər doğrudan da olduqca vacib bir, necə deyim, ölkənin bir bizə qalmış belə baxsaq nəsillərdən bir mirasdır. Bu mirası da biz qoruyub saxlayıb gələcək nəsillərə ötürməliyik. Bu vacib, bu cür düşüncəni yaratmaq üçün bunu yəqin ən azı bağçadan başlayaraq, ailədən, sonra bağçadan, sonra məktəbdən, yavaş-yavaş bu insanları bu səviyyədə nəsə tərbiyələndirmək, maarifləndirmək olduqca vacibdir. Çünki çox adam heç onu, bəlkə də yenə mən bayaq əvvəldə dediyim kimi prioritet hesab eləmir. Onun üçün fərqi yoxdur. Xəzər azalır suyu, çoxalır suyu, ümumiyyətlə Xəzər varmı ətrafda? Yəni, biz birinci bundan başlamalıyıq ki, bir vətəndaş kimi bir öz ölkəmizi sevək, öz Xəzərimizi sevək, bir Bakıda yaşayan sakin kimi, bir Bakılı kimi öz dənizini də sevsinlər və burada mənə elə gəlir, əgər o düşüncə birincidir məncə, o birinci düşüncədir ki, biz onu başa düşürük. İkinci düşüncə odur ki, hər bir vətəndaş ən azı işlədiyi müəssisədə bu məsələyə diqqət verə bilər. Məsələn, diqqət necə verə bilər? Təsəvvür eləyək ki, hansısa qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətin bir hissəsi kimi bu məsələni daha da geniş şəkildə müxtəlif forumlarda qaldıra bilərlər. Öz müvafiq, məsələn,
o səviyyədə olan insanlardır. Məsələn, QHT-lər bunu QHT-lər səviyyəsində, universitetlər bunu universitetlər səviyyəsində, tələbələr bunu tələbələr səviyyəsində. Axırı ki, hərə öz platformasında bu məsələyə diqqət verəcək. Bu ikinci elə bir ki, artıq şəbəkələşmə əsasında baş verir. Bir var şəxsiyyət, insanın fərd şəklində düşüncəsi. Bir var şəbəkə şəklində düşüncə. Artıq bu başqa bir şeydir. Çünki dövlət öz tərəfindən, hökumət öz tərəfindən, cənab prezident öz tərəfindən bu mesajı verib ki, ən azı dövlətlər səviyyəsində biz bayaq qeyd etdiyimiz kimi Xəzəryanı dövlətlərin dövlət başçıları bu prosesə diqqət versinlər. Eyni zamanda hökumət də mən əminəm ki, yəqin ki, gələcək indi büdcəni biz müzakirə eləyəcəyik. Bu Xəzər problematikası ola bilsin ki, orada qoyulacaq. Ən azı büdcədən müəyyən maliyyənin verilməsi ki, ayrılması ki, bu Xəzərin də problemlərinə o maliyyə səviyyəsində hansısa işlər aparılsın. Və ən azı bu, məsələn, hökumət səviyyəsində görülən işlər. Ancaq mənə elə gəlir ki, burada ancaq hökumətin işi yox, mən razıyam. Burada eyni zamanda hər birimizdən bizim özümüzün hansısa sahədə, hansısa istiqamətdə bu Xəzər problematikasına da diqqət verməkdir. Və bu mənada mən sizə doğrudan da təbrik edirəm sizin kanalı ki, siz bugünkü bizim müzakirəmizi məhz bax bu mövzu ətrafında aparırsınız müxtəlif suallarla. Ona görə çox təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Bəli, əziz tamaşaçılar, bir daha qonaqlarımı təqdim etmək istəyirəm. Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin üzvü millət vəkili Gülşən Paşayeva və coğrafiya üzrə fəlsəfə doktoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasov. Hər ikinizə minnətdaram studiyamıza gəldiniz və bu mövzuda mənimlə birgə müzakirə apardığınıza görə. Sabahlar 20:00-da Xəbər axşam yenidən ən son xəbərlərlə qarşınızda olacaq. Sağ olun, salamat qalın.